Hər vaxtınız xeyir. Bugün gəlin birlikdə süfrəmizə gələn yeməklərin arxasındakı, bəzən heç ağlımıza da gətirmədiyimiz hekayələrə baş vuraq. Heyvan mənşəli qidaları tam təhlükəsiz şəkildə necə istehlak edə bilərik? Bax, bugün bunun ən vacib məqamlarını öyrənəcəyik. Yaxşı, gəlin heç uzatmadan başlayaq. Bir anlıq düşünün, bu axşam nə yeyəcəksiniz? Bəs o yeməyin içində tam olaraq nə olduğunu dəqiq bilirsinizmi? Bax, bu sual ilk baxışdan çox sadə görünsə də, cavabı bizim sağlamlığımız üçün demək olar ki, həlledici rol oynayır. Qida, bilirsiniz, bədənimizin yanacağı kimidir. Amma təsəvvür eləyin ki, bəzən bu yanacağın içində gözə görünməz, kiçik təhlükələr gizlənir. Odur ki, gəlin bugün birlikdə o pərdəni aralayaq və görək orada nələr var. Yaxşı, bəs bu təhlükələr ən çox harada olur? Harda axtaraq bunları? Cavab, təəssüf ki, çox vaxt elə süfrəmizin baş tacı olan məhsullardadır, heyvan mənşəli qidalarda. Bəli, söhbət gündəlik istifadə etdiyimiz, sevdiyimiz süd və süd məhsullarından, ətdən, balıqdan, yumurtadan gedir. Yəqin fikirləşirsiniz ki, niyə məhz bunlar? Cavab əslində çox məntiqlidir. Bu qidalar o qədər qidalıdır ki, təkcə bizi yox, o istənməyən qonaqları, yəni mikrobları da özlərinə cəlb edir. Onlar üçün əsl ziyafət süfrəsidir. Yaxşı, gəlin birinci süddən danışaq. Hər birimizin uşaqlıqdan can dərmanı kimi tanıdığı o ağappaq içki. Amma bəzən, xüsusən də düzgün emal olunmayanda, yəni pasterizə edilməyəndə, içində heç də xoş olmayan sürprizlər gizlədə bilir. Məsələn, brüsselloz. Bu, çox ciddi bir xəstəlikdir. Yoluxmuş heyvandan sağılan çiğ südlə ya da o süddən hazırlanan pendirlə birbaşa insana keçir. Nəticədə isə yüksək hərarət, şiddətli oynaq ağrıları, yəni heç də arzu olunan bir vəziyyət deyil. Baxın, bu cədvəl hər şeyi çox aydın göstərir. Pasterizə edilmiş, yəni təhlükəsiz süddən hazırlanan pendir cəmi 15 günə hazır olur. Amma əgər süd çiğ süddüsə və heyvanın sağlamlığından əmin deyiliksə, xüsusilə də yoluxmuş bir fermadandırsa, pendirin təhlükəsiz olması üçün tam 2 ay, yəni 60 gün gözləmək lazımdır. Fərqə baxın, bu da onu göstərir ki, qaydalara riayət etmək sadəcə tövsiyə deyil, həyati əhəmiyyət daşıyır. Və bir dənə də sehirli rəqəm var, 85 dərəcə. Bax, bu temperaturu yaxşı yadda saxlayın. Südü cəmi yarım saat bu temperaturda saxlamaqla, yəni pasterizə etməklə, vərəm kimi dəhşətli bir xəstəliyin törədicilərini tamamilə məhv etmək olur. Bu qədər sadə, amma bir o qədər də vacib bir proses. Yəni, südlə bağlı yadda saxlamalı olduğumuz əsas qayda nədir? Pasterizasiya. Bu sizin əsas müdafiə qalxanınızdır. Marketdən süd, qatıq, pendir alanda etiketə mütləq baxın. Pasterize olunub sözünü axtarın. Yaxşı, süd mövzusunu bağladıq. İndi isə keçək çoxlarımızın sevimli yeməyinə, ətə. O ləzzətli, şirəli steykin və ya manqalda cızbız edən kababın içində təsəvvür edin ki, bəzən heç də arzu olunmaz qonaqlar, sakinlər ola bilər. Gəlin görək kimdir bu çağırılmamış qonaqlar. Söhbət lent şəkilli qurdlardan, yəni teniodiozdan gedir. Gəlin onun həyat hekayəsinə baxaq, biraz qorxulu səslənsə də bilmək vacibdir. Hər şey belə başlayır. Yoluxmuş bir canlının ifrazatı ilə yumurtalar təbiətə düşür. Sonra bir inək və ya donuz bu yumurtaları otla birlikdə yeyir. Yumurtalar heyvanın əzələsində kiçik kisəciklərə, yəni finnalara çevrilir. Və ən təhlükəli məqam, insan bu əti çiğ və ya yarı bişmiş halda yeyəndə o kiçik kisəcik insanın bağırsağında oyanır və bir neçə metrlik dəhşətli bir qurda çevrilir. Bəs yaxşı, bizim bundan xəbərimiz olmadan necə qorunuruq? Sağ olsun baytar sanitar ekspertizası və onun dəmir qaydaları. Qayda çox sərtdir. Əgər təxminən 40 sm kvadratlı, yəni ovuc içi boyda bir ət parçasında 3-dən çox o finna deyilən kisəcikdən tapılsa, o ətin heç bir hissəsinə şans verilmir. Bütün partiya dərhal məhv edilir. Və salam, bu süfrəmizə gələn ətin təhlükəsizliyinə bir zəmanətdir. Və düşünməyin ki, bircə dənədən nə olacaq ki? Baxın, bu cümlə vəziyyətin ciddiliyini tam göstərir. Hətta bircə dənə sürfə belə insan bağırsağında illərlə yaşayıb, bir neçə metr uzunluqda bir parazitə çevrilə bilər. Təsəvvür edirsiniz, təkcə bir dənə. Ətdən sonra növbəti dayanacağımız əlbəttə ki, balıqdır. Faydaları saymaqla bitməyən omega-3 ambarı olan bu nemət də bəzən öz sirlərini gizlədir. Xüsusilə də çay və göl balığı sevənlər bu hissə sizin üçündür. Söhbət
difillobotriozdan gedir. Adı çətin olsa da təsiri çox ciddidir. Təsəvvür edin, çiğ balıq yeməklə bədəninizə daxil olan bir qurd. İçəridə böyüyüb 10 metrə çatır. 10 metr. Bu təkcə iyrənc deyil, həm də çox təhlükəlidir. Çünki bədəndəki bütün B12 vitaminini oğurluyur və nəticədə insanı ağır qan azlığına, yəni anemiyaya sürüklüyür. Yaxşı, bəs balığı necə təhlükəsiz hala gətirək? Çox sadə. 3 qızıl qaydamız var. Birincisi, yaxşıca bişirmək. Balıq filetolarını ən azı 15 dəqiqə qızardın, əmin olun. İkincisi, dondurmaq. Düzgün dondurmada parazitləri öldürür. Və üçüncüsü, duzlamaq. Balığı 1-2 həftə duzda saxlamaqla da bu təhlükəni aradan qaldırmaq olar. Yəni, seçim sizindir. Və gəldik çıxdıq səhər süfrələrinin ulduzuna. Demək olar ki, hər evdə olan bir məhsula, yumurtaya. Bu möhtəşəm protein mənbəyinin də öz Axilles dabanı var. Və bu dabanın adı yəqin ki, hamımıza tanışdır. Salmonella. Amma bir məqam var, bütün yumurtalar eyni deyil. Gəlin belə deyək, bu iki fərqli quşun hekayəsidir. Bir tərəfdə toyuq yumurtaları var. Düzgün saxlanılsa və bişirilsə risk azdır. Amma digər tərəfdə ördək, qaz kimi suda üzən quşların yumurtaları var ki, bunlarda salmonella riski qat-qat yüksəkdir. Məhz buna görə də onların marketlərdə birbaşa satışı qadağandır. Onlardan ancaq sənayedə, məsələn, yüksək temperaturda bişən tortlarda, kekslərdə istifadə oluna bilər. Yaxşı, bu qədər məlumatdan sonra gəlin hər şeyi sadələşdirək. Bütün bu bilgiləri cəmləyib sizə bir qida təhlükəsizliyi alət dəsti təqdim edirəm. 4 çox sadə, amma həyat qurtaran prinsip. Birinci və ən əsas qayda bişirin. Yeməyi yaxşıca bişirin. Əgər hər hansı bir şübhəniz varsa, bilin ki, yüksək istilik demək olar ki, bütün mikrobların düşmənidir. İstilik onları məhv edir. İkincisi, təmizlik. Bu, təkcə ev təmizliyi deyil, yemək hazırlamazdan əvvəl, hazırlayarkən və sonra əllər, bıçaqlar, doğrama taxtaları, hər şey təmiz olmalıdır. Bu, mikrobların bir yerdən başqa yerə səyahət etməsinin qarşısını alır. Üçüncü prinsipimiz, soyuducuda saxlayın. Niyə? Çünki soyuq temperatur bakteriyaların parti keçirməsinə imkan vermir, onların çoxalmasını ləngidir. Xüsusilə də ət, süd, yumurta kimi həssas məhsulları otaq temperaturunda uzun müddət saxlamaq olmaz. Və nəhayət dördüncü, ayrı saxlayın. Bu çox vacibdir. Çiğ əti doğradığınız taxta ilə tərəvəzləri doğradığınız taxta heç vaxt eyni olmamalıdır. Çiğ məhsullarla bişmiş məhsulları bir-birinə toxundurmayın. Onların arasında sərhəd çəkin. Bu, təhlükəsizlik sərhədidir. Unutmayın, mətbəxdə sizin ən güclü silahınız, ən bahalı ingrediyentiniz məlumatdır, bilikdir. İndi bu axşam yemək hazırlayanda bu 4 qaydadan hansına daha çox diqqət edəcəksiniz? Bir düşünün.